Azərbaycan, Qazaxıstan azal təyyarəsindən danışacağıq. Rusiya və İKAO-nun birgə rəyinə görə rəyi açıqlanıb və təyyarənin vurulduğu məlum olub. Deməli, Azərbaycan Hava Yollarına məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Qazaxıstan ərazisində uğradığı qəza ilə bağlı beynəlxalq mülki aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı əlavəsi əsasında araşdırma davam edir və Azərtacın məlumatına görə araşdırma Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Azərbaycan, Braziliya və Rusiya nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Bu araşdırmadan əlavə 3 ölkənin, yəni Azərbaycan, Qazaxıstan və Rusiyanın istintaq orqanları öz səlahiyyətləri çərçivəsində qəza ilə bağlı cinayət işinin istintaqını da həyata keçirir və İKAO-nun tələbinə uyğun olaraq Qazaxıstan bu ilin fevralın 4-də ilkin hesabat nəşr edib. İlkin hesabat yalnız aşkarlanmış faktları özündə əks etdirir və hər hansı təhlil habelə nəticələri ehtiva etməyib, dəyərli izləyicilər. Qazaxıstan tərəfinin yaydığı hesabatdan Azərbaycan, Rusiya, Qazaxıstan, Braziliya və İKAO ekspertlərinin ümumi rəyindən də görünür ki, təyyarə hər hansı texniki nasazlıq səbəbindən deyil, məhz kənar müdaxilə, konkret olaraq vurulma nəticəsində idarə etməni itirib və qəzaya uğrayıb.